Son aylarda Bakıda fəaliyyət göstərən Mərcan Estetik Klinikasında baş verən ölüm hallarının ard-arda gəlməsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Sosial şəbəkələrdə və mediada geniş əks-sada tapan bu hadisələr təkcə səhiyyə sisteminə deyil, həm də estetik xidmətlərin təhlükəsizliyə olan inamı sarsıdıb. Ard-arda baş verən iki ölüm hadisəsi ilə yanaşı mediada yayılan digər məlumatlara görə klinikada sanitar-epidemioloji qaydalara riayət olunmaması, sterilizasiyanın zəif aparılması və qeyri-peşəkar personalın əməliyyatlara cəlb edilməsi halları aşkarlanıb. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət Şöbəsinin mütəxəssisi Xəyalə Əliyevanın verdiyi məlumata görə Nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən klinikada yoxlamalar aparılıb və ciddi nöqsanlara görə inzibati xəta protokolu tərtib olunub. Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzində işçi qrup yaradılmış və Mərcan Klinikasında plandan kənar yoxlama həyata keçirilmişdir. Qeyd edək ki, daha əvvəl keçirilmiş yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntuları səbəbindən Mərcan Klinikasının cərrahiyyə əməliyyatlarını aparmaq hüququ dayandırılmış, yəni lisenziyanın fəaliyyəti məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, plandan kənar yoxlama zamanı klinikada cərrahiyyə əməliyyatlarının icrasının davam etdiyi müəyyən edilib. Aşkarlanmış faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə hüquqi tədbirlərin görülməsi üçün təqdim olunubdur. İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən lisenziyada nəzərdə tutulmayan tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər isə 6000 manatdan 8000 manata qədər məbləğində cərimə edilə bilər. Məsələ ilə bağlı Baş Prokurorluqla əlaqə saxladıq. Qurumdan verilən məlumata görə Nəsimi rayon prokurorluğunda hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, klinikaya qarşı cərimə tətbiq edilsə də ictimaiyyət bu qərarı yetərsiz hesab edib.